Azərbaycanın şimal bölgəsində, Qusar şəhərində dini mövzuların mediada təqdimatı, dini sabitliyin qorunmasında birgə məsuliyyət mövzusunda baş tutan konferansda din və media münasibətləri müzakirə olundu. Gələcəkdə inkişaf etdirilməsinin qarşısını almaq iqtidarındayıq. Dəyərli mətbuat orqanları, media mənsublarının, din xadimlərinin iştirak etdiyi tədbirdə dini sabitliyin qorunmasında birgə məsuliyyətin çox vacib olduğu diqqətə çatdırıldı. Bugün Azərbaycanda həyata keçirdiyimiz layihələrin bir neçə məqsədi var. Bu məqsədlərdən biri təbii ki, milli mənəvi dəyərlərimizin qorunmasıdır, mütləq mənada. Digər məqsədimiz dini tolerantlığın, həmrəyliyin və ictimai sabitliyin qorunması. Təbii ki, vurguladığım kimi dövlətimizin apardığı rəqəmsallar siyasəti çərçivəsində Dövlət Komitəsi və tabeliyindəki qurumu, ümumiyyətlə dövlət din siyasəti kontekstində olan qurumların rəqəmsallaşmasını həyata keçirmək və təbii ki, ən önəmli məsələlərdən biri də maarifçilik işinin gücləndirilməsidir. Bax, bu layihələrimizin əsl məğzi budur. Ümumilikdə isə bu layihələrin ana başlıca məqsədi Azərbaycanda həyata keçirilən və unikallığı ilə seçilən dövlət din siyasəti və dünyəvilik prinsiplərinin həmahəng olmasının, həmrəng olmasının, bir-birini tamamlamasını əks etdirən addımların bir məntiqi davamıdır. Bizim jurnalistlərimizin Konferansda Azərbaycanda din və media münasibətlərinin sağlam zəmində qurulması, eləcə də uğurlu inkişafına diqqət çəkildi. Bildirildi ki, birgə yaşayış, dini tolerantlıq və multikulturalizm sadəcə dövlət siyasəti deyil, Azərbaycan xalqının həyat tərzidir. Bugün Qusarda dini mövzulara media təqdimatı, dini sabitliyin qorunmasında birgə məsuliyyət mövzusunda bir araya gəlməyimiz, medianın cəmiyyət qarşısındakı məsuliyyətini və dövlətimizin milli mənəvi dəyərlərə verdiyi yüksək qiyməti bir daha nümayiş etdirir. Azərbaycanda din və media münasibətlərin sağlam zəmində qurulmasının uğurlu inkişafı əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dünyada unikal bir birgə yaşayış, dili tolerantlıq və multikulturalizm modelidir. Bu sadəcə dövlət siyasəti deyil, xalqımızın həyat tərzidir. Vurğulandı ki, informasiya artıq sadəcə xəbər yox, siyasi təsir vasitəsi, iqtisadi alət, psixoloji silah və milli təhlükəsizliyin əsas elementlərindən biridir. Burada dini icmanın qeydiyyata alınma tarixi. Bu nöqteyi nəzərdən bugünkü biz konferansımıza media nümayəndələri ilə yanaşı bu bölgədə fəaliyyət göstərən din xadimlərini dəvət eləmişik. Yalnız İslam ibadət evlərində fəaliyyət göstərən din xadimləri deyil, onların içərisində sinagoglarda fəaliyyət göstərən, kilsədə fəaliyyət göstərən din xadimləri də var. Eyni zamanda konferans çərçivəsində media tur nəzərdə tutulub. Bu da təsadüfi deyil. Bilirsiniz, şimal bölgəsi Azərbaycanın tolerantlıq, multikulturalizm baxımından bir modeli sayıla bilər. Bu coğrafiyada həm müsəlmanlar, həm xristianlar, həm də yahudizmamız var. Və konferans çərçivəsində media nümayəndələri həm məscidlərdə, həm sinagogda din xadimlərimizin fəaliyyəti ilə tanış olub, ümumiyyətlə bu ibadət evlərinin fəaliyyəti ilə tanış ola biləcəklər. Sinagog, kilsə, ziyarətgahlar və digər... Qeyd edək ki, konferans dini qurumlarla iş üzrə Dövlət Komitəsi və Qusar rayon icra hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunub. Tədbirin media tərəfdaşı isə Qlobal Media Qrupdur.